Salam əziz izləyicilər. Köməkçi nitq hissələri bağlayıcı mövzusu ilə izahlarımıza davam eləyək. Başlayaq birinci sualımızdan. Tərkibində tabelilik bağlayıcısı işlənmiş cümləni bizdən istəyir. Deməli, baxırıq. Elə A bəndində madam ki hazırlaşmısan, daha niyə qorxursan? Madam ki, indiki, bir halda ki şərt bağlayıcısıdır, tabelilik bağlayıcısıdır. Ədilə və Sevda eyni sinifdə oxuyurlar. Burada və birləşdirmə bağlayıcısıdır, tabelsizlikdir. Gah özünü günahkar sayır, gah başqasını, gah da iştirak bağlayıcısıdır. Üzr istəyirəm. Bölüşdürmə bağlayıcısıdır, tabelsizlik bağlayıcısıdır. Hava tutuldu, amma yağış yağmadı, amma ancaq, lakin bunlar qarşılaşdırma bağlayıcısıdır, tabelsizlik bağlayıcısıdır. Nə də inkarlıq bağlayıcısıdır, tabelsizlik bağlayıcısıdır. 2-də deyir, hansı cümlədə ki bağlayıcı kimi işlənmişdir? Biz bilirik ki, ki bağlayıcı olanda cümləni cümləyə bağlayır və tabellik aydınlaşdırma bağlayıcısı olur. A-da sənə yaraşmaz ki, onun bunun sözünü danışasan. Sənə yaraşmaz bir cümlə, onun bunun sözünü danışasan bir cümlə. Ki də burada aydınlaşdırma bağlayıcısıdır. Elə cavabımız A variantı. Bildir ki, əhvalat təkrar olunmasın. Burada bildir zaman zərfindən leksik şəkilçidir, sifət düzəldib. C-də bağdakı tənəklər bol məhsul verdi. Burada dakidəki sifət düzəldən leksik şəkilçidir. Mən ki, belə deməmişdim. Ki, ədat mövqeyindədir, qüvvətləndirici ədatdır. Ürəyindəkiləri yenə burada dakidəkidir, leksik şəkilçidir. Üçüncü testimizdən davam eləyək. 3-də deyir, nümunələrin birində bağlayıcılarda durğu işarəsinin işlədilməsi ilə bağlı səhv vardır. Vəli daş kimi yatmışdı, çünki gecə növbəsindən gəlmişdi. Biz bilirik ki, amma, ancaq, çünki bunlardan əvvəl vergül qoyulmalıdır. Ona görə elə yanlış cavabımız A variantıdır. O nə oxuyur, nə də yazırdı. Bu nə də cümlədə təkrar olunursa, ikinci təkrardan əvvəl vergül qoyulur. Burada da düzgün qoyulub. Əhməd də bu məsələdən xəbərdardır və təkcə özü işlənib iştirak bağlayıcısıdır. Yəni ki, sadalama intonasiyası belə deyək də. Yəni əgər dadə cümlədə 2 dəfə, 3 dəfə iştirak edirsə, axırıncı təkrardan başqa hamısından sonra qoyulur. Amma dadə bir dənə bağlayıcı da bir dəfə işlənirsə, burada vergüldən istifadə edilmir. Burada yəni durğu işarəsi səhvi yoxdur. Mən gəldim, o isə sabah gələcək. Burada da mən gəldim, isə bağlayıcısı var. İsə bağlayıcısı da birinci tərkib hissədən sonra vergül qoyulub, düzgündür. Onun xarici elmi jurnallarda samballı məqalələr çap olunmuşdu, amma elmi dərəcəsi yox idi. Yəni burada ammadan əvvəl qoyulub, düzgün qoyulub. Əsasən cümlənin ortasında işlənəndə özündən əvvəl vergül qoyulan deyir bağlayıcıları müəyyən edin. Baxırıq ki, A bəndində dedik ki-dən həmişə sonra qoyulur. Burada və də var. Və-də ümumiyyətlə vergül qoyulmur. A olmaz. B-də yenə ilədən sonra, ilə ümumiyyətlə, və-də, ilə də bunlar heç vaxt vergülla işlənmir. Ona görə çıxırıq. Ki-dən də sonra qoyulur. B də ola bilməz. D-də yenə ilə var. Buna görə bunu da çıxırıq. E-də və var. Ona görə və də çıxırıq. Elə cavabımız qalır C bəndi. Çünki, amma, həmçinin, hətta bağlayıcılarından əvvəl vergül qoyulur. 5-də deyir, hansı cümlədə ilə bağlayıcı kimi işlənmişdir? Rüstəm kişi otaqdan çıxan kimi pərişan bir uşaq sevinci ilə Mayanın boynuna qucaqladı. Burada qoşmadır. A-nı çıxırıq. Vüsal öz məktəb yoldaşları ilə çox mehriban dolanır. Yəni, kimi ilə. Burada da qoşmadır. İmran kişi indiki işçiləri ilə fəxr edir. Kimi ilə fəxr edir. Burada da qoşmadır. Sabinin gülməyi və ağlamağı. Bax, burada biz bunun yerinə və qoya bilirik. Bir-birindən seçilmir. Elə burada bağlayıcıdır. Dediklərin əməlinlə uyğunlaşsın. Nə ilə? Burada da qoşmadır. Çıxırıq. Cümlənin ortasında işlənəndə özündən əvvəl vergül qoyulan bağlayıcılardan ibarət cərgəni istəyir. Yəni, bizdən, baxaq görək hansıdır? Özündən əvvəl, ha belə, hətta, lakin, ona görə ki, elə cavabımız A variantı olacaq. Digərlərinə də baxaq. Yenə, bax, burada ilə var, və var, ki var. Yəni, bunlar qəti şəkildə ola bilməz. Burada ki var, ilə var. Yenə, bu C də ola bilməz. Sonra yenə ilə var. Qəti şəkildə ola bilməz. Və var, ola bilməz. Yəni, ona görə elə cavabımız A-dır. Gah var, yəni ki, bunlar da belə deyək də, qəti şəkildə bu özündən əvvəl vergül qoyulmur. Deməli, 6-da oldu A bəndi. Gələk 7-ci testimizə. 7-də deyir, cümlənin ortasında işlənəndə əvvəlində vergül qoyulan tabelsizlik. Bizə artıq deyir, tabelsizlik bağlayıcılarından ibarət cərgəni müəyyən edin. Özündən əvvəl vergül qoyulan tabelsizlik bağlayıcılarından. Burada baxırıq ki, hərgah tabellik bağlayıcısıdır. Həmdə də başqa cürdür də dediyim ki, bu təkrar olunur, ikinci təkrardan əvvəl qoyulur. Ona görə A variantı ola bilməz 7-ci sualda. Sonra B-də deyir ki, çünki, halbuki, məsələn, yəni burada da yenə məsələndən əvvəl vergül qoyulur, çünkidən əvvəl vergül qoyulur. Yəni bu da bizdən necə istədi? Bir də şərtə bir də baxaq.
Bizə deyir ki, cümlənin ortasında işlənəndə əvvəlinə vergül qoyulan tabesizlik bağlayıcılarının, çünki tabelilik bağlayıcısıdır. Ona görə variantlarda çünkini çıxırıq. Sonra və yenə dediyimiz kimi və bağlayıcısında ümumiyyətlə vergül qoyulmur. Belə ki, bağlayıcısında hər iki tərəfindən vergül qoyulur. Ona görə 7-ci sualımızda elə olacaq C variantı. Cəlgələrimdən biri sadə bağlayıcılardan ibarətdir. Elə sadə bağlayıcılar deyirsə, elə cavabımız A variantıdır. Burada həm də mürəkkəb bağlayıcıdır. Halbuki hərgah, belə hamısı mürəkkəb bağlayıcılardır. Sonra və yaxud mürəkkəb bağlayıcıdır, hərgah mürəkkəb bağlayıcıdır, çıxdı. Cərgələrdən biri sadə bağlayıcılardan ibarətdir. Ha belə və yaxud bunlar hamısı mürəkkəb bağlayıcıdır, çıxırıq. Hərgah yenə mürəkkəb, halbuki bunlar üçü də mürəkkəbdir, çıxırıq. Elə cavabımız C bəndidir, hərçənd, çünki amma və ya bu da mürəkkəbdir, ona görə ki, belə ki, hamısı mürəkkəb. Gələk 10-cu testimizdən davam edək. Hansı cümlələrdə dadə bağlayıcı kimi işlənmişdir? Bu bir ayda o çox qocalmışdır. Burada bu ayda nə vaxt, nə zaman zərf düzəldən şəkilçidir. Sonra qəzet almış Hacı Əhməd də, Hacı Məmməd də kimsə sadalama intonasiyası var. Burada bağlayıcıdır. Bu kitabı bir oxu da, kimi gözləyirsən? Burada oxu da, belə deyək də, əmr ədatıdır, ədatdır. Miriş bala, gəl çıx da, yenə ədatdır. Mən də sizin kimi qərib izaram, burada bağlayıcıdır. Deməli, 2-də və 5-də cavabımız olacaq. 10-da 2, 5, E variantı. Dadənin bağlayıcı kimi işləndiyi cümləni istəyir. Biz Ayazda, Şaxtada təbiətlə üz-üzə gəlirik. Ayazda, Şaxtada, burada nədə yerli kal şəkilçisidir. Küçələrdə Çinar, Vələs, Palıd da əkək sadalama intonasiyası var. Dadə bağlayıcıdır. Muğanın dərdi elə su dərdidir də. Burada nədir? Ədatdır, qüvvətləndirici ədatdır. Sonra toplanışda bütün məsələlər həll etdirildi. Burada da yerli kal şəkilçisidir. Yat da bala. Burada da ədatdır. Deməli, 11-ci sualımızın cavabı oldu B variantı. 12-də deyir ki, hansı cümlədə dəyişiklik etmədən və bağlayıcının yerinə və bağlayıcısının yerinə dəyişiklik etmədən və bağlayıcısının yerinə ilə bağlayıcısını da işlətmək olar? Bizdən soruşur. Deməli, onun baxışında və səsində təravətli, mehriban bir ifadə var idi. Onun baxışında ilə səsində deyə bilmirik, yəni bu ola bilməz. Mən sizin birlik, səadət, qələbə bayramınızı təbrik edir və sizə uğurlar arzulayıram. Bilirik ki, biz ilə bağlayıcısı, bax, belə deyək də, tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlaya bilmir. İlə bağlayıcısı feili xəbərləri, həmcins feili xəbərləri bağlaya bilmir. Burada da mən təbrik edirəm deyir, mən sizə uğurlar arzulayıram, yəni feili xəbərlər gəlir. Ona görə burada da bağlaya bilmir. Mən pianonu yoxlamadan oynaq və həyəcanlı bir vals çaldım. Burada da yenə deyə bilmirik ki, oynaq ilə həyəcanlı bir vals çaldım. Yenə burada da deyə bilmirik. Hava və su insan sağlamlığının əsasıdır. Burada deyə bilirik. Hava ilə su nə? İnsan sağlamlığının əsasıdır. Burada vəni ilə ilə əvəz eləyə bilirik. Yəni, əsasən və ilə ilə əvəz olunur hansı məqamda? Həmcins mübtədalarda, bəzən həmcins tamamlıqlarda, digər məqamlarda əvəz oluna bilmir. E-də də Nigar bağçaya enib havasını dəyişdi və bulaqdan su içdi. Burada da yəni həmcins feili xəbərləri bağlayır. Burada da əvəz oluna bilməz. 13-də deyir, birində tabelilik bağlayıcısı işlənmişdir. Tabelilik. Gah da bu tabesizlik bölüşdürmə bağlayıcısıdır. Kaman dilə gəldi, amma çaldığım muğam kədərdən nikbini ifadə edirdi. Burada da amma qarşılaşdırma bağlayıcısıdır. Tabesizlik bağlayıcısıdır. Quşlara qoşulub oxuyardım və səsim dağlara düşərdi və yenə tabesizlik bağlayıcısıdır. Birləşdirmə bağlayıcısıdır. Hərgah, əgər, madam bu şərt bağlayıcısıdır. Tabelilik bağlayıcısıdır. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Burada da heç ümumiyyətlə bağlayıcı yoxdur. 13-cü sualımızın cavabı oldu D variantı. Gələk 14-cü testimizdən davam edək. 14-də bizə nə deyir? 14-də deyir ki, birində mürəkkəb bağlayıcı işlənmişdir. Nərgizgil həmçinin digər qonşular həyətdəki səsküyə toplaşmışlar. Burada həmçinin mürəkkəb bağlayıcı deyil, mürəkkəb istəyir, A-da yoxdur. Yağış hələ yağırdı, amma külək dayanmışdı, amma sadə bağlayıcıdır. Şagirdlərdən yalnız ikisinin nəticəsi sevindirici idi. Halbuki sinifdə yaxşı oxuyan çox idi. Halbuki elə mürəkkəb bağlayıcıdır. Nərminə gəlməmişdi, çünki xəstə idi. Sadə bağlayıcıdır. Əgər sadə bağlayıcıdır. Cavabımız oldu C variantı. 15-də deyir, hansı cümlədə bağlayıcı cümlə üzvlərini bağlamışdır? Söhbət tabesizlik bağlayıcısından gedir və cümlə üzvlərini bağlamasından. Azadlıq xurma deyil ki, yetişməsini gözləyəsən. Bilirik ki, biz tabelilik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayır. Ona görə A variantında 2 bağlayıcısı var, tabelilik bağlayıcısı da çıxırıq. Sonra
B-də nə deyir? Mükəmməl nəzəriyyə ilə zəngin təcrübə uğurlu əmələ çevrilir. Mükəmməl nəzəriyyə və zəngin təcrübə. Elə burada bağlayıcı cümlə üzvlərini bağlayıb. B-də ilə birləşdirmə bağlayıcısıdır, həmçinin sözləri bağlayıb. Təbiət incəsənətin əbədi nümunəsidir. İnsan isə təbiətin ən mükəmməl əsəridir. Bu bir cümlədir, tabesiz mürəkkəb cümlədir. Digər hissə də bir tərkib hissəsidir. 2 dənə cümləni bağlayıb. Burada isə tabesizlik bağlayıcısı. Ölmək yaşamaqdır. Yenə bir cümlə, amma sərsəm yaşayış ömrə yamaqdır. Bu da başqa bir cümlə. Deməli, buradakı yenə qarşılaşdırma bağlayıcısı cümlələri bir-birinə bağlayıb. Əgər tabellik bağlayıcısıdır, əgər varsa, burada mütləq şəkildə cümlələr bir-birinə bağlanır. Deməli, 15-ci testimizin cavabı oldu B variantı. 16-da deyir, klasteri hansı fikirlə tamamlamaq olmaz? Hansı fikirlə tamamlamaq olmaz? Bağlayıcı nitq hissələrindən biridir. Bu da birincidə doğru fikir yazıb. Sözlərə qoşularaq müəyyən məna çaları yaradır deyir. Bu birinci A bəndindəki fikir qoşmanın tərifidir. B-də deyir, quruluşca sadə mürəkkəb olur. Bəli, köməkçi nitq hissələri ya sadə olur, ya mürəkkəb. Qoşma yalnız sadə olur, digərləri sadə və mürəkkəb ola bilər. Ədadda da müəyyən nümunələr var ki, mürəkkəb kimi götürmək olar. Mürəkkəb cümlənin tərəflərini bağlaya bilir. Bu da düzgün fikirdir. Leksik mənası yoxdur. Yalnız qrammatik mənaya malikdir. Bu da düzgün fikirdir. 17-də deyir, sual işarəsinin yerinə yazıla bilən fikri müəyyən edin. Yazıla bilən fikri müəyyən edin. Bizə verib həm, həmçinin, hətta. Deyir, tabellik bağlayıcısıdır. Bunlar hamısı iştirak bağlayıcısıdır, tabesizlik bağlayıcısıdır. Hər biri homonimlik yarada bilir. Deyir, burada bir dənə hətta homonimlik yaradır, ona görə səhvdir. Cümlədə bir-birini əvəz edə bilir. Bəli, hamısı iştirak bağlayıcısıdır, bir-birini əvəz eləyir. Mürəkkəb bağlayıcılar da deyir, heç biri mürəkkəb deyil. Həmişə özündən əvvəl vergül qoyulur. Bu da yanlış fikirdir, həmə aid deyil. Ona görə 17-ci sualımızın cavabı oldu C variantı. 18-də nə deyir? 18-də deyir, Venn diaqramının kəsişməsində verilə bilməz deyir. Verilə bilməz. Və ilə iləni verib, vergüllə əvəz oluna bilər. Əvəz oluna bilər. Bəli, hər ikisi. Tabesizlik bağlayıcılardır, birgəlik bağlayıcılardır. Daha doğrusu birləşdirmə bağlayıcılardır. Mübtədalar və tamamlıqlar arasında işlənir. Bəli, birləşdirmə bağlayıcılardır. Yazır həmişə bir-birini əvəz edir. Elə bu yanlışdır. Bayaq dediyimiz kimi, belə deyək də, və ilə həmişə vəni əvəz eləyə bilmir. Həmcins feili xəbərlərdə ümumiyyətlə. Bir də tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlaya bilmir. Gəldik 19-cu sualımızla davam eləyək. 19-da deyir, hansı cümlədə bağlayıcının növü yanlış verilmişdir, səhv verilmişdir? Baxaq, biz qələbəyə inanırıq, çünki ordumuza güvənirik. Çünki burada bax, çünki bağlayıcısı səbəb məzmunu verir. Bəli, düzgün qeyd edilib. Təmiz vicdan nə yalandan qorxur, nə də böhtandan. Burada nə də inkarlıq bağlayıcıdır. Düzgün verilib. Yazıq o tələbəyə ki, müəllimini üstələyə bilməyib, tabellik aydınlaşdırma bağlayıcısıdır. Bu da düzgün fikirdir. Atam mənə işləməyi öyrətdi, amma sevməyi öyrətmədi. Amma qarşılaşdırma bağlayıcısı düzgün fikirdir. Vaxtın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanar. Burada həm də iştirak bağlayıcısıdır, amma burada yazıb bölüşdürmə bağlayıcısıdır. Ona görə yanlış fikir elə budur. 19-cu sualın cavabı olacaq E variantı. 20-də deyir, hansı bağlayıcının yazışında səhv var? 20-də. Deməli, yazır ki, qorxmuram, ona görə də narahat deyiləm, ona görə də. Əslində burada ona görə də bu bitişik yazılmalı deyil. Burada elə bilirəm ki, elə burada da səhv olacaq. Səhv var, bəli, bir də var. Hərçənd ki, yol uzaqdır, deməli, amma getməliyəm. Burada T yox, hərçənd ki yazılmalıdır. 2 yanlışdır. Ən gözəl fikir və pis ifadə edildikdə qiymətini itirir. Burada ən gözəl fikir də, burada D-də düzgün yazılıb, burada yanlış yoxdur. İşsizliyin ən yaxşı dərmanı daimi və halal zəhmətdir. Burada da və düzgündür, heç də yazılışında səhv yoxdur. Gözəl qadın köbuz sözlər eşidə bilər, lakin həmin sözləri təkrar etməməlidir. Bu da düzgündür. Deməli, 20-ci sualın cavabı olacaq elə C variantı. Gələk 21-ci testimizlə davam eləyək. 21-də bizdən nə istəyir? 21-də deyir ki, hansı cümlədə bağlayıcını ixtisar etsək, cümlənin mənasında dəyişiklik yaranır. Görüşdüm, amma tanımadı. Deməli, bağlayıcını ixtisar etsək, cümlənin mənasında dəyişiklik yaranır. Deyirəm ki, görüşdüm, tanımadı, yaxud görüşdüm, amma tanımadı, heç bir dəyişiklik yaranmaz. 2-də deyir, arpa da, buğda da dənli bitkidir. Arpa, buğda dənli bitkidir. Sadalama intonasiyası var. Yəni ki, da olmasa belə, orada elə bir dəyişiklik yaranmaz. Bilirəm ki, deməyəcək, bir sevgilim, bir də vətən. Şair, nə tez qocaldın sən. Burada, deməli,
Burada nə var? 2 tabelilik bağlayıcısı var. Bir sevgilim, bir də vətən, şair nə tez qocaldın sən. Yəni burada da bilirəm deməyəcək. Bir sevgilim, bir də vətən. Yəni 2-ni silsək yenə elə bir məqam, dəyişik bir məqam olmayacaq. Səni görən gözlərim nə yatar, nə dincələr. Burada səni görən gözlərim nə yatar, nə dincələr. Yəni burada heç birini eləməz mənasındadır. Amma biz buradan bu nələri çıxsaq, onlar elə bil ki, burada inkarda işlənib, nələri silsək, onlar inkar, təsdiqdə daha doğrusu. Səni görən gözlərim yatar, dincələr mənasında olar. Elə cavabımız D bəndidir, məna dəyişər. Yalan danışmaq, oğurluq etmək alçaq işlərdir. Yəni bəyəni çıxsaq da mənada ciddi dəyişiklik baş vermir. Bağlayıcılar haqqında yanlış fikri bizdən istəyir 22-ci testimizdə. Tabeçsizlik bağlayıcıları həmcins üzvlər və tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənir. Doğru fikirdir. Sonra, deyir, leksik mənasına görə bağlayıcılar 2 qrupa bölünür. Bu yanlışdır. Bağlayıcılar sintaktik vəzifəsinə görə tabesizlik və tabelilik olaraq 2 qrupa bölünür. Elə yanlış cavabımız B-dir. Tabelilik bağlayıcıları tabeli mürəkkəb cümləni təşkil edən baş və budaq cümləni bağlayır. Düzgün fikirdir. İlə bağlayıcısı cümlələri bəli bir-birinə bağlaya bilmir. Düzgün fikirdir. Ha belə quraclı mürəkkəb bağlayıcıdır. Bu da düzgün fikirdir. 22-ci sualımızın cavabı oldu B variantı. Gələk 23-cü sualımızla davam edək. 23-də deyir, bağlayıcılar haqqında yanlış fikri müəyyənləşdirin. Yanlış fikir. Tabesizlik və tabelilik bağlayıcıları olmaqla 2 qrupa bölünür. Düzgündür. Bağlayıcılar qoşulduğu sözlərlə birlikdə cümlə üzvü olur. Elə bu yanlışdır. Qoşma qoşulduğu sözlə bir yerdə cümlə üzvü olur. Yəni bu bağlayıcıya aid deyil. Bölüşdürmə bağlayıcıları həm cümlə üzvlərini, həm də cümlələri bağlaya bilər. Bəli. Tabesizlik bağlayıcıları demək olar hamısı. Bir neçəsini istisna çıxmaq şərti ilə. Sonra, hərgah quruluşca mürəkkəb bağlayıcısıdır. Bəli, tabelilik bağlayıcısıdır. Şərt bağlayıcıları işlənən mürəkkəb cümlədə birinci budaq və ikinci baş cümlə gəlir. Bəli, əgər madam ki, cümlələri nədir, bağlayıcısı varsa, birinci budaq, ikinci baş gəlir. Ona görə cavabımız oldu B variantı. Gələk 24-cü testimizlə davam edək. 24-də bizə nə deyir? Yağış həm kasıbın, həm varlının başına yağır. Amma təkcə kasıb islanır. Çünki varlının əlində çətir var. Çətir var. Deməli, deyir, bağlayıcılarla bağlı bizdən yanlış fikirləri istəyir. Yanlış fikirləri istəyir. Nə deyir? Həm tabellik, həm tabesizlik bağlayıcıları işlənib. Baxırıq, yağış həm də, burada iştirak bağlayıcısı var. Amma yenə tabesizlik bağlayıcısı var. Çünki tabellik bağlayıcısı var. Deməli, həm tabellik, həm tabesizlik işlənib düzdür. Bağlayıcıların hamısı cümlələri bağlayır. Burada çünki tabellik bağlayıcısı da istisnasız cümlələri bağlayır. Deməli, yağış həm kasıbın, həm varlının başına yağır. Burada yox. Üzvləri bağlayır, sözləri bağlayır. Amma təkcə kasıb islanır. Deməli, burada məsələn, amma ilə çünki cümlələri bağlayıb, amma digəri sözləri bağlayıb. Ona görə 2 yanlışdır. 3 müxtəlif məna növündən istifadə olunub deyir. 3 müxtəlif məna növündən istifadə olunub. Baxaq görək hansılardır burada. Deməli, həm iştirak bağlayıcısı var, amma qarşılaşdırma, çünki də tabelilik səbəb bağlayıcısı var. 3 müxtəlif məna növü düzgündür. Quruluşca eyni növdədir. Burada həm də quruluşuna görə mürəkkəbdir, digərləri sadədir. Ona görə bu da yanlışdır. 2 və 4 yanlış cavabımız olacaq 24-də B variantı. Gələk 25-ci testimizə. Bağlayıcı işlənmiş cümlələri istəyir. Mən çox təkid etdim, ancaq qəbul etmədilər. Ya, amma, lakin, əvəz eləyə bilirik. Özündən əvvəl vergül qoyulub. Deməli, bağlayıcıdır. Oğlanlardan ancaq Orxan gəlmişdi, təkcə Orxan gəlmişdi, yalnız Orxan gəlmişdi, bu ədatdır. Sən ki bizdən öyrənirsən, burada ki, qüvvətləndirici ədatdır. Bu sənədləri də dünən gətirmişdi. Bu sənədləri də, kağızları da, sadalama intonasiyası var, bağlayıcıdır. Getdim, lakin onu orada tapmadım. Yenə getdim, amma onu orada tapmadım. Burada da bağlayıcıdır. O dünən gəlib, mən isə getmək istəyirdim. Burada mən isə, bəli, burada da bağlayıcı. Deməli, oldu 1, 4 və 5, 6. 1, 4, 5, 6. 25-ci testimizin cavabı. Gələk 26-ya. Hansı cümlələrdə ilə bağlayıcı kimi işlənib deyir. İlə bağlayıcı kimi işlənib. Azadla Adil eyni sinifdə oxuyurlar. Azadla Adil eyni sinifdə oxuyurlar. Yəni, Azad və Adil eyni sinifdə oxuyurlar. Burada və ilə əvəz eləyə bilirik, bağlayıcıdır. Sevinclə qonaqları qarşılayırdı. Burada sevinclə, bunu biz belə deyək də, kim ilə, yəni sevinclə qarşılayırdı, belə də düşünə bilərik. Sevinclə qonaqları qarşıladı. Bir də sevinclə zərf düzəldən leksik şəkilçi kimi də düşünə bilərik, amma bağlayıcı ola bilməz. Müəllimlə valideyn əməkdaşlığı önəmlidir. Müəllim və valideyn əməkdaşlığı burada da deməli, birləşdirmə bağlayıcısıdır. Gənc müəllim siniflə tanış oldu. Burada nə ilə? Qoşmadır. Doğru ilə yalan bir araya sığmaz. Doğru və yalan. Deməli, 1-də, 3-də, 5-də, 1-də, 3-də və 5-də. 26-cı sualımızda deməli, bağlayıcı oldu.
27-ci sualımızdan davam eləyək. Bağlayıcı işlənmiş cümlələri istəyir. Yəni siz səhər gedirsiniz. Yəni burada sual ədatıdır. Deməli bağlayıcı deyil. Günorta yəni 2-nin yarısında o bizə gəldi. Buradakı yəni aydınlaşdırma tabeysizlik bağlayıcısıdır. 2-ni götürürük. Elə ki yağış yağdı, hər tərəf canlandı. Burada elə ki yağış yağdı. Burada ki ədatdır, burada yoxdur. Mən tez yatıram, sən isə çatdıra bilmirsən. Burada bax isə tabeysizlik bağlayıcısıdır, qarşılaşdırma bağlayıcısıdır. İşçilər də bu iclasda iştirak etməlidirlər. Burada da var işçilər də, nə bilim mən müdirlər də, kimsə. Ona görə burada da bağlayıcıdır. Sadalama intonasiyası var. Mən çox xahiş etdim, ancaq o eşitmək istəmədi. Burada da bağlayıcı var. Bizdən nə istəyir? Elə bağlayıcı işlənmiş istəyir. 2, 4, 5, 6 olacaq cavabımız. 2, 4, 5, 6. Sonra gəldik növbəti 27-ci testimizdən davam eləyək. Hansı cümlələrdə deyir? Həm tabelilik, həm tabeysizlik bağlayıcısı işlənmişdir. Baxaq. Doğrusu kəndə aparmaq istəyirəm, ancaq anan nədənsə razılıq vermir. Burada ancaq tabeysizlik bağlayıcısı var, modal söz var, yəni bağlayıcı yoxdur. Daha doğrusu tabelilik bağlayıcısı yoxdur. Ona məlum oldu ki, tabelilik aydınlaşdırma bağlayıcısı var. Kənd və yaylaq arasında çox yol var. Burada bax tabeysizlik bağlayıcısı da var. Elə 2-ni götürürük. Sonra Elxan yaxşı bilirdi ki, səmərəsiz keçən hər saat məhsulun azalması deməkdir. Burada bir dənə tabelilik var, tabeysizlik yoxdur. O elə bir işdir ki, sən onun öhdəsindən layiqincə gəlməlisən. Burada bir dənə ki, tabelilik bağlayıcısı var, tabeysizlik yoxdur. Kəndə getmək istəyirdi ki, həm atasını görsün, həm də kənd cəmaatının vəziyyəti ilə tanış olsun. Bax, burada bir tabelilik bağlayıcısı var, həm də iştirak bağlayıcısı var. Ona görə cavabımız olacaq 28-də 2 və 5. Gələk 29-cu testimizə. Hansı cümlələrdə həm tabelilik, həm də tabeysizlik bağlayıcısı işlənmişdir? 29-da. Madam ki, bizimlə əl-ələ vermisən, bizi başa düşməlisən. Burada bir dənə deməli, madam ki, şərt bağlayıcısı işlənib, tabelilik bağlayıcısı işlənib, bizimlə buradakı lalə qoşmadır. Ona görə bunu götürmürük. Yaxşı olar ki, qonşunla dostunu bu işə cəlb edəsən. Bax, burada yaxşı olar ki, tabelilik bağlayıcısıdır. Qonşun və dostunu. La da burada birləşdirmə bağlayıcısıdır, tabeysizlik bağlayıcısıdır. 2-ni götürürük. Üstdən evə çatmışdı ki, güclü yağış yağmağa başladı. Burada yalnız ki, tabelilik bağlayıcısı var. Çıxırıq. Gəldim ki, həm səni görüm, həm dostlarıma baş çəkim. Bax, burada ki, tabelilik bağlayıcısı var, həm də tabeysizlik bağlayıcısı var. Deməli, 2-4. Gündəliyə salınmış məsələlər tamamilə həll olundu. Belə ki, hamı razı qaldı. Burada da yalnız tabelilik bağlayıcısı var. Ona görə cavabımız olacaq 2 və 4. Sonra bitdi. Hə, yox, qalıb bir dənə də testimiz qalıb bağlayıcıdan. Ona da baxaq. Deməli, 30-cu testdə nə deyir? Uyğunluğu müəyyən edin. Bağlayıcıdan əvvəl vergül qoyulur, bağlayıcıdan sonra vergül qoyulur. Hə, 2 dənə fikir yazılıb bizə. Biz onları uyğunlaşdırmalıyıq. Deməli, burada nə deyir? Fikrim budur ki, kəndlilərin qeydinə qalaq. Bağlayıcıdan bəli, 2-də burada 2-dən sonra vergül qoyulmalıdır. Bağlayıcıdan sonra vergül qoyulur. 2-yə gedəcək A bəndi. Bu getdi. Sonra hərgah özü razı olmasa ünvanını sizə verə bilməyəcəyəm. Bura vergül yalnız bura qoyulur. Yəni bizə nə deyir? Bağlayıcı deməli əvvəl də qoyulmur, sonra da qoyulmur. Ona görə bu heç birinə aid deyil. Səadət xanım qonağı balaca, lakin səliqəli bir otağa apardı. Burada bağlayıcıdan əvvəl vergül qoyulur. Ona görə bura 1-ə gedəcək C. Deməli, Sədəf çox xoşbəxt görünürdü. Yenə çünkidən əvvəl vergül qoyulmalıdır. Arzusunda olduğu qalibiyyət artıq onun idi. Burada da deməli 1-ə gedəcək C ilə D. Madam ki gəlmisiniz, burada da vergül burada olmalıdır. Ona görə bu da heç birinə aid deyil. Deməli 1-ə getdi C, D, 2-yə də getdi A bəndi. Bağlayıcı mövzusunda izah etdik. Kanalımıza abunə olmağı, rəy yazmağı unutmayın. Sağ olun.